Dostlar salam, hər birinizi salamlayıram. Bəzi səbəblərdən son vaxtlar kanalda yeni videolar paylaşmırdım, amma bugün çəkiliş arası 5 dəqiqə fürsətimiz oldu. Digər aktyorlar qrimləndiyi müddətdə, nahar etdiyi müddətdə mən iki qardaşla bərabər sizin üçün bu videonu çəkirəm. Hal-hazırda mənim yanımda Laçın var Əvvəla hər kəsə salam verirəm, xoş gördük. və Eldar var. Hər kəsə salamlar. İzləyən hər kəsə dərin təşəkkürümü bildirirəm. İndi ikiniz də yaxın gələn tamaşaçılar üçün bir sualıma cavab verin. Sizcə Laçın yaxşı qardaşdır, yoxsa Eldar? Mən deyərdim ki, Adəm evladlarının içindəki qardaşdan ən yaxşısı Laçındır. Amma mən fərqli düşünürəm Laçın. Mənə elə gəlir ki, Adəm ailəsində elə ən sevilən obraz Eldardır. Hə, yaxşı, Firuzə xanımın sevimli oğlusu. Sən öz bildiyini de, mən də öz bildiyimi deyim. Bəs yaxşı, onda ikinizə də bir növbəti sual. Ata ilə əminin arasında, Adəmlə Həmidin içində ən yaxşı qardaş onlardan hansıdır? Laçın. Həmid, əlbəttə ki, Həmid. Amma mən elə düşünmürəm. Mənə elə gəlir ki, elə mənim atam Adəm ən yaxşıdır. Mən istəyirəm siz şərhlərdə yazasınız. Laçın yoxsa Eldar? Adəm yoxsa Həmid? Bu qardaşlardan və oğullardan hansı sizin üçün daha yaxşı təsir bağışlayır? Şərhlərdə öz düşüncələrinizi yazın. Biz çalışacağıq sezon finalının sonuna qədər, bu yaya qədər yeni təzə videolar sizin üçün çəkib paylaşaq. Lap istəsəniz suallarınızı yaza bilərsiniz həm Laçına, həm Eldara. Biz onu da video şəklində çəkib sizin üçün Elxan Xanəlizadə kanalında paylaşa bilərik. Həm də elə bu videonun dərhal ardınca mən sizə setdən maraqlı görüntülərin videosunu təqdim edəcəm. Ona da baxa bilərsiniz. Demək istədiyiniz hər hansı bir söz varmı? İzləməyi unutmayın. Ümidvaram ki, izləyirsiniz və bir şey demək istəyirəm. Siz Eldar desəz, sizin üçün daha maraqlı hadisələr gələcək. Buna mən söz verirəm. Həmən bilinir ki, Adəmin oğludur, şərtlərdən iş görür. Xeyr, Eldarın canı üçün xeyr. Mən sizə təşəkkür edirəm və Elxan Xanəlizadə kanalına abunə olun. Son vaxtlar kanalda videoların paylaşılmasının azlığı səbəbindən abunədən çıxmağınız təbii ki, Laçını və Eldarı məyus eləyir. Biz hələ təbii ki, bu gənclərin bacıları burada yoxdur, yoxsa biz onunla da video çəkib sizin üçün paylaşacağıq. Hələlik sağ olun. Sağ olun.